Əziz tamaşaçılar, biz az əvvəl qeyd etmişdik ki, Xocalı 19 ildir ki, artıq işğal olunub. Amma bu illər ərzində əsərlərdə, mahnılarda, nəğmələrdə yaşayır Xocalı və əlbəttə ki, ən başlıca da olaraq bizim düşüncələrimizdə və fikirlərimizdə. Və bizim hal-hazırda musiqici qonaqlarımız da var. Sözsüz ki, bir halda ki, biz bugün proqram başlayandan yalnız süjetləri, video çarxlar, qonaqlarımızın xatirələrini, fikirlərini, sözlərini, söhbətlərini təqdim edirik. Amma bunun fonunda bir musiqi dili ilə də əlbəttə ki, bugünkü günü bir ansaq, mənə elə gəlir ki, etiraz eləməzsiniz. Və bu baxımdan mən musiqiçilərimizi salamlayıram və musiqiçilərimizlə birlikdə elə Xocalı sakini Rəna xanım Xudiyeva bizim bugün həm də musiqili qonağımızdır və özü də Xocalı Musiqi Məktəbinin müəlliməsidir Rəna xanım. Salamlayıram mən sizi də, xoş gördük və Qalmaz Belə Dünya adlı bir mahnı ifa eləyəcəksiniz. Və əminik ki, bax, bu faciə də elə belə qalmayacaq. Elə bu mahnıdan çıxış eləyərək söyləyək ki, bu faciə də əlbəttə ki, haqla, ədalətlə bərqərar olunması da bir o qədər də uzaqda deyil. Buyurun, sizi dinləyək.
düşdüm güllə borana. Lay lay Xocalım lay lay, lay lay Xocalım lay lay. Aman Çox sağ olun. Təşəkkür edirik. Minnətdarıq. Və davam edirik proqramımız əziz tamaşaçılar. Biraz öncə biz bugün bizim studiyamızda əyləşən insanların bir qismi ilə yaxından tanış olduq. Və bugün bizim qonaqlarımız arasında milli qəhrəman Koroğlu Rəhimovun da ailəsi iştirak edir. Və əlbəttə ki,